Erling Haaland yoxsa Ruud van Nistelrooy? Erling Haaland. Erling Haaland'ı çox istəyirəm, doğrudan çox yaxşı hücumçudur. Amma Ruud van Nistelrooy bambaşqa birisi idi məncə. Yox, bu nostalgiya ilə yaşayır. Nostalgiya Erling Haaland, bra. Erling Haaland. İndiki cavanlar hamısı Haaland deyəcək. Amma Erling sən Haaland. Van Nistelrooyun ümumiyyətlə Mən görmüşəm. Mən Van Nistelrooy prime-ında getdiyi hər bir klubda sən deyirsən Dortmundda, Salzburgda bu oynayıb. Bu da Heerenveen, PSV, nə bilim United, Hamburg, Real hər yerdə qol. Malagada da vurub da ya kişi. Çempionlar Liqası oyunlarını sayım. Yeni Van Nistelrooy. Porto, Yeni Van Nistelrooy. Villarreal, Yeni Van Nistelrooy. Heç nə s***dı. So, Realda neydi? Real'ın pis vəziyyətinə düşdü də. Yaşa, Haaland şeydir, bu Çempionlar Liqasında paslarını uduzurlar da. İndi neyinə üstünə? Komanda uduzur, Haalandın üstünə tullanmalıdır da hamısını. Nistelrooy həmən söhbət. Nistelrooy bir sən hansı müddətdə oynadı? O Galaktikos'un erası qotardı. Başladılar o 8-də bir də Lyon'a, Milon'a, hamıya uduzurdu da. O müddətə düşdü də.